2025-ci ilin Azərbaycanda Konstitusiya və Suverenlik ili elan edilməsi münasibəti ilə Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Ulu Öndər Heydər Əliyev və Suveren Azərbaycan mövzusunda konfrans keçirilib. Konfransda prokurorluq, hüquq mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Konfransı giriş nitqi açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında dayanan prioritetlərdən bəhs edib. Elm və Təhsil Naziri Emin Əmrullayev çıxış edərək Heydər Əliyev virsinin təhsil sistemində milli ideologiyanın və dövlətçilik dəyərlərinin formalaşmasındakı rolunu diqqətə çatdırıb. O, növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsinin fəaliyyət göstərəcəyini deyib. Nazir qeyd edib ki, 2030-cu ilə qədər Universitetin Musiqi fakültəsi Şuşada, Kənd Təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq. Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olması ilə yanaşı, ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın inkişaf etdirilməsi, iqtisadi və hərbi gücünün artırılması, beynəlxalq aləmdə aparıcı mövqeyə malik, regional və bir sıra qlobal məsələlərin həllində nüfuzlu tərəfdaş və söz sahibi olan dövlət kimi tanınması, ən əsası Azərbaycan dövlətinin suverenliyinin təmin olunması Prezident İlham Əliyevin liderlik qabiliyyətinin təzahürüdür. Qarabağ tam azad olunduqdan sonra, lokal antiterror əməliyyatlarından sonra möhtərəm cənab Prezidentin ilk sərəncamlarından biri Qarabağ Universitetinin yaradılması bu sadə bir məsələ deyil. Bu, möhtərəm cənab Prezidentin gəncliyə, bizim gənclərə nə dərəcədə əhəmiyyət verməsinin, diqqət yetirməsinin göstərişidir. Daha sonra Qarabağ Universitetinin maarifləndirmə və hüquq mühafizə orqanları yolu ilə ətraf mühitin gücləndirilməsi layihəsinə qoşulmasına dair tərəfdaşlar adından Baş Prokurorun müavini Heydər Məmmədovla həmin təhsil müəssisəsinin rektoru Şahin Bayramov arasında memorandum imzalanıb. Konfransda Baş Prokurorluq və Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyəti ilə birgə ərsəyə gətirilmiş Azərbaycanın Suverenlik Yolu adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Film ölkəmizin müstəqilliyə gedən yolunu, hüquqi dövlət quruculuğu prosesini və suverenliyin təmin olunmasında hüquq sisteminin rolunu əks etdirir. Tədbirin sonunda xatirə fotoşəkli çəkilib.